Salam əziz şagirdlər. Bugün nisbət tənasüb bölməsinə aid olan ümumiləşdirici tapşırıqların həllinə baxaq. Birinci tapşırıq. Nisbətlərin ekvivalent olması üçün boş xanaya uyğun ədədi yazın. A variantında yazılıb 6'da 5 bərabərdir. Surət göstərilməmişdir. İndi biz bilirik ki, ekvivalent bərabərlik, yəni ekvivalent nisbət yazmaq üçün deməli, kəsrin surət və məxrəcini və ya nisbətin hədlərini eyni bir ədədə vurmalı və ya bölməliyik. İndi biz burada görürük ki, 6'nı 2'yə bölərkən 3 alıb. Deməli, biz bura nə yazmalıyıq? Surətə yazmalıyıq 2,5. Yəni, əgər 6 3'ə bölünüb 2 yazılıbsa, 5 də 2'yə bölünərək 2,5 yazılmalıdır. Baxaq B variantına. 2'nin 5'ə nisbəti bərabərdir. Birinci hədd göstərilməmişdir. Ekvivalentdə ikinci hədd isə 15'dir. Biz də buradan görürük ki, deməli, 5'i 3'ə vurarkən 15 edirsə, 2'ni də 3'ə vurarkən 6 olmalıdır. Yəni, bu şəkildə yaza bilərik. C variantına baxaq. Deməli, əvvəlki hədd yoxdur, sonraki hədd 16'dır və ekvivalent nisbət 3'ün 4'dədir. Deməli, biz də buradan görürük ki, 16'nı 4'ə bölərkən 4 edir. Deməli, əvvəlki hədd 12 imiş. D variantına baxaq. 20'nin 5'ə nisbəti bərabərdir 1'in. İndi biz burada nə yazmalıyıq? Biz burada yazmalıyıq 4'də 1. 4'də 1'ə də 0,25 yazmaq olar. 0,25 yazaq. Baxaq ikinci tapşırığa. C dəyişənin elə qiymətlərini tapın ki, 3'ün C'yə, bunun da 6'ya nisbəti, deməli, A variantdakı kimi olsun. 6, 10, 12 olsun. Deməli, biz görürük ki, 3'ü 2'yə vurarkən 6 edib, 6'nı da 2'yə vurarkən 12 edib. Deməli, bu zaman alınır ki, C bərabər olmalıdır 5'ə. Çünki 5 olsun ki, 5'i 2'yə vuranda 10 olsun. Baxaq B variantına. 9, 12 və 18. İndi biz burada baxırıq, deməli, 3'ü 3'ə vurarkən 9, 6'nı da 3'ə vurarkən 18. Deməli, C olmalıdır 4. Baxaq C variantına. 1, 1, 2. Deməli, 3'ü 3'ə bölərkən 1, 6'nı 3'ə bölərkən 2. O zaman alırıq ki, C'də 3 imiş. Üçüncü tapşırığa baxaq. Verilən bərabərliyə görə tələb olunan ifadənin qiymətini tapın. A variantına baxaq. 4A bərabər 3B olarsa, A böl B-ni tapmalıyıq. Buradan A-nı B-yə bölsək, o zaman 3'ü də 4'ə bölmək lazımdır. Deməli, A-nın B-yə nisbəti 3'ün 4'də oldu. Baxaq B variantına. 3C bərabərdir 2D olarsa, D'nin C'yə nisbətini tapmalıyıq. Buradan da D'nin C'yə nisbəti bərabərdir 3'ün 2'yə.
C-yə baxaq. 8m bərabər 6n olarsa 3n bölünsün 4m-ə baxaq. O zaman biz burada birinci bərabərin hər iki tərəfini 2-yə bölsək 4n bərabər 3n olar və buradan da 3n'in 4m-ə nisbəti bərabər olar 1-ə. Baxaq dördüncü tapşırığa. Tənasübün əsas xassəsindən istifadə etməklə məhsulu tapın. Tənasübün əsas xassəsi necə idi? Kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. Biz indi o xassədən tətbiq etsək bura, yəni bunları bu zaman nə şəkildə? Bir çarpaz şəkildə vurmaq lazımdır. Bu zaman 5x bərabərdir 4, 2, 8. X bərabər 8-i 5-ə bölsək 1,6. B-yə baxaq. Y-in 3-ə nisbəti bərabərdir 6-nın 9-a nisbəti. Buradan 9y bərabərdir 3 vur 6. Y bərabər 18 bölünsün 9. Y bərabər 2. C variantına baxsaq. 8-in C-yə nisbəti bərabərdir 3-də 2. Buradan da 2C bərabərdir 24. 8 3-ə vuranda 24 edər. Və 24-ü 2-yə bölsək 12. Baxaq D variantına. X minus 3 bölünsün 4 bərabərdir 7 bölünsün 2. Yenə tənasübün əsas xassəsini tətbiq etsək, kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. Buradan da x minus 3 bərabər 4, 7, 28, 2-yə bölsək 14. X bərabər 17. Y variantına baxaq. 3-də 7 bərabərdir x plus 2 bölünsün 6. Buradan 3 vurulsun x plus 2 bərabərdir 7 vurulsun 6. X plus 2 bərabərdir 7, 6, 42 edər. 42-ni bölək 3-ə. X bərabərdir 42-ni 3-ə bölsək 14 minus 2. X bərabər 12. Baxaq 5-ci məsələyə. Həyətdə 40 toyuq və 25 qaz var. Qazların sayının toyuqların sayına nisbətini tap. Qazların sayı 25-dir. Toyuqların sayı isə 40-dır. Deməli, bu nisbəti 25-in 40-a olan nisbəti kimi yazmalıyıq. Nisbəti sadələşdirsək, əvvəlki və sonraki hədləri 5-ə bölsək, 5-in 8-ə nisbətini alarıq. Baxaq B variantına. Həyətə əlavə 5 qaz gətirdilər. Əvvəlki nisbəti saxlamaq üçün həyətə əlavə neçə toyuq gətirmək lazımdır? Həyətə 5 qaz gətirilibsə, deməli qazların sayı olub 25 plus 5. Əvvəlki nisbəti saxlamaq üçün həyətə neçə toyuq gətirmək lazımdır? Toyuqların sayı da 40-dır. Tutaq ki, x toyuq gətirmək lazımdır. Və bu nisbət bərabərdir 5-in 8-ə olsun. Buradan 25-i üzərinə 5 əlavə eləsək 30 bölünsün 40 plus x bərabərdir 5-in 8-i. Buradan deməli, tənasübün əsas xassəsindən istifadə eləsək, 5 vurulsun 40 plus x bərabərdir 30 vurulsun 8. Buradan 40 plus x bərabər 35'i ixtisar eləsək 6, 6, 8'im 48. X bərabərdir 8. 6 nömrəli məsələyə baxaq. P
Perimetri 24 cm olan üçbucağın tərəflərinin uzunluqları 3-4-5 nisbətindədir. Bu üçbucağın tərəflərinin uzunluğu nə qədərdir? Bu nisbətin ədədin verilmiş nisbətlərlə düz mütənasib hissələrə bölünməsi mövzusuna aiddir. O zaman 24'ü bu hissələrin cəminə bölək. O da 24 bölünsün 12 bərabər 2. 3'ü 2'ye vursak 6. 4'ü 2'ye vursak 8. 5'i 2'ye vursak 10. Deməli, bu düzbucaqlının tərəflərin uzunluğu 6, 8, 10'dur. 7 nömrəliyə baxaq. Perimetri 32 olan düzbucaqlının tərəflərinin uzunluğu 3'ün 1'ə nisbətindədir. Bu düzbucaqlının sahəsi nə qədərdir? S-i tapmalıyıq. Düzbucaqlının tərəfləri 3'ün 1'ə nisbətində olduğuna görə bu şəkildə yazaq. Deməli, 2 vurulsun 3x plus 2 vurulsun x. Elə bir düzbucaqlını bu şəkildə götürürük. Eni x-dırsa uzunluğu 3x-dir. O da bərabərdir 32'ye. Buradan 6x plus 2x bərabər 32. 8x bərabər 32. X bərabər 4. Deməli, düzbucaqlının eni 4'dür. Uzunluğu isə 4 vuraq 3 bərabər 12 olar. O zaman sahə bərabərdir. Eni ilə uzunluğunun hasilinə, yəni 4 vur 12 bərabərdir 48. Baxaq 8 nömrəli məsələyə. Suallara cavab verək. A variantı. Lalə 2,4 metr uzunluğunda lenti 3'ün 5'ə nisbətində 2 hissəyə böldü. Bu hissələrin uzunluqlar fərqi neçə santimetrdir? Deməli, 2,4'ü bölək 3 və 5'in cəminə mütənasib hissələrə bölək. O da 2,4 bölək 8 edər. Bərabərdir 0,3. 3'ü vurursak 0,3'ə bərabər 0,9 metr. 0,3'ü vursaq 5'ə bərabər olar 1,5 metr. İndi bu hissələrin uzunluqlar fərqini tapaq. 1,5 metrdən çıxaq 0,3, 9 metri. O da bərabərdir 0,6 metr. Santimetrə çevirsək 60 santimetr. Baxaq B variantına. Elxan ipi 4'ün 7'yə nisbətində böldü. Hissələrdən biri digərindən 6 cm uzun oldu. İpin əvvəlki uzunluğu nə qədərdir? Yəni bunu belə yaza bilərik. 7x minus 4x bərabər 6. 3x bərabər 6. X bərabər 2. Deməli, ipin uzunluğu onda olur. 4 vurulsun 2, 8, 7 vurulsun 2, 14, 8 ile 14'ün cəminə. O da bərabər 22 santimetr. Baxaq 9 nömrəli məsələyə. İki məntəqə arasındakı məsafə 36 kilometrdir. Xəritə üzərində bu məntəqələr arasındakı məsafə 1,8 santimetrdir. Xəritənin miqyasını tapın. Xəritənin miqyasını tapmaq üçün plandakı ölçünü həqiqi ölçüyə nisbətinə baxmaq lazımdır. Plandakı ölçü 1,8, həqiqi ölçü isə 36 kilometrdir. Bunu santimetrlə ifadə eləsək 360, deməli 3.600.000 olar santimetr. Və buradan biz hər birini
1,8-ə hədlərin hər birini 1,8-ə bölsək 1-in 2 milyona nisbətini alarıq. Baxaq B variantına. 100 kilometrlik yolun bu xəritədə uzunluğu nə qədərdir? Bunun üçün ilk öncə 100 kilometri çevirək santimetrə. Bu zaman 10 milyon santimetr olur. 100 kilometr olur 10 milyon santimetr. Deməli 100 kilometrlik yolun bu xəritədə uzunluğu tapmaq üçün biz 10 milyonu bölməliyik miqyasın ölçüsünə, yəni 2 milyona. O da bərabərdir 5'ə. Deməli 100 kilometrlik yolun xəritədəki ölçüsü 1 santimetrdir. 10-cu məsələyə baxaq. Reseptə görə 600 qram çəkilmiş ət və 120 qram düyüdən 600 qram yarpaq dolması hazırlanır. İlk öncə baxaq, deməli 600 qram ət və 120 qram düyüdən 720 qram farş hazırlanır. Və 720 qram farşdan 60 yarpaq dolması püküllüyünə görə bir dolmaya sərf olunan farşın çəkisi 12 qram olar. İndi baxaq A variantına. 300 qram düyü işlətməklə neçə belə dolma hazırlamaq olar? Bunun üçün nə qədər çəkilmiş ət lazımdır? Tutaq ki, x qram ət lazımdır. X qram ətə 300 qram düyü qatıldığından bu 600 qram ət və 120 qram düyü ilə ekvivalent nisbət olmalıdır. Və bunu bu şəkildə yazaq. Buradan x-i tapsaq, tənasübü xassəsindən istifadə edək. 120x bərabər 300'ü vursaq 600'ə alarıq 180 min. Və buradan 180 mini 120'yə bölsək 1500 qram alınır. Bunu da kiloqramla ifadə eləsək 1,5 kiloqram. Deməli 300 qram düyü işlətməklə dolma hazırlamaq üçün 1,5 kiloqram ət götürmək lazımdır. Əgər deməli 1,5 kiloqram ət, yəni 1500 qram ət və 300 qram düyü götürsək, farş 1800 qram olar. 1800 qram deməli farşdan da neçə dolma bükmək olduğunu tapmaq üçün 1800'ü 12'yə bölək. Çünki bir dolmaya 12 qram qarışıq ət sərf olunur. Və buradan da 150 alarıq. Deməli 150 ədəd dolma bükmək olar. Baxaq B variantına. Bir kiloqram çəkilmiş ətdən neçə belə dolma hazırlanar? Bunun üçün nə qədər düyü lazımdır? İlk öncə 1 kiloqram düyünü, 1 kiloqramı qramla ifadə edək. 1 kiloqram 1000 qramdır. Deməli 1000 qram ətə tutaq ki, x qram düyü qatmaq lazımdır. Bunu da 600 və 120 ilə ekvivalent nisbət kimi yazsaq, yəni tənasüb şəklində yazsaq, buradan da deməli 600x bərabərdir 120.000, x bərabərdir
Buradan da x bərabərdir 200. Yəni 200 qram düyü götürmək lazımdır. İndi görək bundan nə qədər dolma hazırlamaq olar. 1000 qram ətlə 120-200 qram düyünü toplayırıq və bunu 12-yə bölürük. Bu da 1200 bölünsün 12 bərabərdir 100 ədəd. Deməli 100 ədəd dolma hazırlamaq olar. Baxaq 11-ci məsələyə. Bağda alma, ərik və gilas ağacları var. Alma və ərik ağaclarının sayları 3-ün 2-yə, ərik və gilas ağaclarının sayları isə 4-ün 3-ə nisbətindədir. Bunları bu şəkildə yazaq. Alma ağaclarının sayını A, ərik ağaclarının sayını da Ə hərfi ilə işarə etsək. Almanın əriyə nisbəti 3-ün 2-yə, ərikin isə gilasa olan nisbəti 4-ün 3-ə olsun. İndi biz baxırıq ki, burada əriki göstərən nisbətlər müxtəlifdir. Onun üçün bunları bərabərləşdirək. Yəni ona ekvivalent nisbət yazaq. Bunun üçün deməli alma və əriki göstərən nisbətlərin hər iki həddini 2-yə vursaq 6-nın 4-ü almış olarıq. Buradan isə bunu ümumi şəkildə yazsaq, alma, ərik, gilas, bunların nisbətləri 6, 4, 3 nisbətində olar. İndi A variantına baxaq. Bağda 40 ərik ağacı olarsa neçə alma və neçə gilas ağacı var? Deməli, ərik ağacının nisbətini göstərən 4x-dir. 4x-i bərabər eləsək 40-a, x bərabər olar 10-a. Yəni, burada mütənasiblik əmsalı 10-dur. İndi alma ağaclarının sayını tapmaq üçün 6-nı vururuq 10-a, bərabər olar 60 ağac. Gilas ağaclarının sayını tapmaq üçün isə 3-ü vururuq 10-a, olur 30 ağac. B variantına baxaq. Alma və gilas ağaclarının sayları hansı nisbətdədir? Almanın gilasa nisbətini soruşur. Alma 60, gilas 30-dur və biz bu nisbətin hər iki həddini 30-a bölsək, 2-nin 1-ə nisbətini almış olarıq. Yəni, alma və gilas ağaclarının nisbəti 2-nin 1-ə nisbətindədir. Baxaq 12-ci məsələyə. Boş hovuz eyni nasosla 24 dəqiqəyə dolur. A variant. Deməli, 6 eyni nasosla boş hovuz dolur 24 dəqiqəyə. Bəs 9 belə nasosla neçə dəqiqəyə dolar? 9 nasosla tutaq ki, x dəqiqəyə dolar. Bu tərs mütənasiblikdir. Aydındır ki, nasosların sayını artırsaq, hovuzun dolma vaxtı daha tezləşər. Deməli, burada nasos sayı ilə nasosun dolmasına sərf olunan vaxt tərs mütənasib cəmiyyətlərdir. Və buradan da tərs mütənasibliyə görə alırıq ki, 6-nın 9-a nisbəti bərabərdir x-in 24-ə nisbəti. Buradan da 9x bərabər 6 vuraq 24, x bərabər 144-ü bölürük 9-a, x bərabərdir 16 dəqiqə. Yəni ki, 9 nasos 16 dəqiqəyə boş hovuzu doldurar. B variantına baxsaq, hovuzu 36 dəqiqəyə doldurmaq üçün bu nasoslardan neçəsi qoşulmalıdır? Yenə tənasüb şəklində yazaq. 6 nasos bilirik ki, 24 dəqiqəyə doldurur. Bəs 36 dəqiqəyə doldurmaq üçün neçə nasos lazımdır? Tutaq ki, x nasos lazımdır. Burada da tərs mütənasiblikdir. Biraz əvvəl dediyimizə görə.
Bunu da tənasüb kimi yazsaq. X vuraq 36 bərabərdir 6 vuraq 24. Buradan da x bərabərdir 144'ü bölsək deməli 36'ya x bərabər 4 nasos almış olarıq. Deməli 36 dəqiqəyə doldurmaq üçün 4 nasos kifayət edər. Baxaq 13-cü məsələyə. Yem ehtiyatının yarısını 8 inək 12 gündə yedi. Qalan yem 24 günə neçə inəyə kifayət edər? 8 inək deməli 12 günə yeyibsə yarısını, digər yarısını da x inək yer deməli 24 günə. Bu da tərs mütənasiblikdir. Çünki inəyin sayı çoxalsa, yemin yeyilmə günü azalar, azalsa isə çoxalar. Tərs mütənasiblik olduğuna görə x vuraq 24 bərabərdir 8 vuraq 12. 8 vuraq 12. Buradan x bərabərdir 96 bölünsün 24. X bərabər olar 4'ə. Deməli 4 inək üçün qalan yemin yarısı 24 günə kifayət eləyər. Baxaq 14 nömrəli məsələyə. Sürücü yolu 70 km/saat sürətlə 4 saata qət etdi. 70 km/saat sürətlə 4 saata qət etdi. Onun fikrincə geri qayıtdıqda 80 km/saat sürətlə hərəkət edərsə, vaxta 40 dəqiqə qənaət etmiş olar. Sürücünün fikri doğrudurmu? İndi ilk öncə tapaq ki, geri qayıdarkən 8 km/saat sürətlə neçə saata qayıdar? Tutaq ki, 2 saata qayıdar. Burada da sürət artdığına görə deməli saat azalmalıdır. Yəni tərs mütənasiblikdir. 80 vuraq x bərabər 70 vuraq 4. Buradan da x bərabərdir 28 bölək 8. Onu da 4'ə ixtisar eləsək 2'də 7 saat almış olarıq. İndi isə burada sonda soruşur ki, 40 dəqiqə qənaət etmiş olar. Fikir doğrudurmu? Deməli, getdikdə 4 saata gedib, 4 saatı dəqiqəyə çevirsək 240 dəqiqə edər. Çünki 1 saatım 60 dəqiqədir. 2'də 7 saatı dəqiqəyə çevirsək 210 dəqiqə eləyər. Və 240 dəqiqədən 210 dəqiqəni çıxsaq 30 dəqiqə edər. Yəni ki, bu sürətlə 80 sürətlə geri qayıtsa 30 dəqiqə qənaət etmiş olar. Şərtdə isə 40 dəqiqə qənaət etmiş olar soruşur. Deməli fikir doğru deyil. Bunu yazaq. Xeyr, fikir doğru deyil. Baxaq 15-ci məsələyə. Düşərgədəki ərzaq 120 nəfərə 15 günə çatar. A variantda 60 nəfər də gələrsə ərzaq neçə günə çatar? Deməli, A variantı həll edək. 120 nəfərə çatır 15 günə. 60 nəfər əlavə olarsa aydındır ki, 180 nəfər olar. 180 nəfərə çatsın x günə. Burada da tərs mütənasiblikdir. Tərs mütənasiblik olduğuna görə 180 vurulsun x bərabərdir 120 vurulsun 15. X bərabərdir 10 gün. 10 günə bəs edər.
Baxaq B variantına. Əlavə neçə nəfər gələrsə ərzaq 9 günə çatar. Tutaq ki, əlavə x nəfər gələr. Onda biz bunu tənasüb şəklində yazaq. 120 nəfərə 15 günə çatarsa, x nəfər əlavə gələrsə 120 plus x yazaq. Deməli 9 gün. Buradan da tənasüb kimi həll etsək, aydındır ki, bu da tərs mütənasibliyə aiddir. Və buradan 120 plus x-i vursaq 9-a, bərabərdir 120 vurulsun 15. Deməli, buradan da 120 plus x bərabərdir 200. X bərabərdir 80. Deməli, 80 nəfər əlavə gələrsə, ərzaq 9 günə çatar. Baxaq 16 nömrəli tapşırığa. Şəkildə düz mütənasib asıllığın qrafiki verilmişdir. Deməli, qrafikə baxaraq biz variantdakı suallara cavab verməliyik. Deməli, verilmiş nöqtələrə görə y və x arasındakı asıllığı cədvəlini qurun. İlk öncə cədvəli çəkək A variant üçün. Dört nöqtə olduğuna görə 4 bərabər hissəyə bölək. Yuxarı xanada x, aşağıda isə y yazaq. Deməli, x 2 olduqda y 3, 4 olduqda 6, 6 olduqda 9, 8 olduqda isə 12 olmuşdur. B variantına baxaq. Mütənasiblik əmsalını tapın və asıllığın düsturunu yazın. Mütənasiblik əmsalını tapmaq üçün 3-ü 2-yə bölək. Bu da y bərabərdir 2-də 3, x şəklində yazmaq olar. C variantına baxaq. Düstura görə x1, 3, 5 olduqda y-in uyğun qiymətlərini tapmaq lazımdır. x1 olsa y bərabər olar 2-də 3 vurulsun 1 bərabər 2-də 3. x3 olsa y bərabər 2-də 3 vurulsun 3 bərabər 2-də 9. Bunları onluq kəsirlə yazsaq 1/5. Bunu isə 4/5 kimi yazmaq olar. x5 olduqda isə y bərabərdir 2-də 3 vurulsun 5. O da bərabərdir 15 bölünsün 2 bərabərdir 7/5. D variantına baxaq. Deməli, nöqtələr cütü göstərilmişdir. Bu qrafikin üzərində yerləşirsə bu nöqtələr, boş xanalara uyğun koordinatları tapın. Deməli, boş xanada x verilib, y soruşur burada. Deməli, biz y tapmaq üçün 12-ni vururuq 2-də 3-ə. O da 18 edər. Deməli, burada boş xanada 18 yazılıbmış. İkinci isə y verilib, x-i soruşur. Bunun üçün deməli 24 bərabərdir
2'də 3 vurulsun x. Buradan da x bərabərdir 16 olar. Deməli, boş xanada 16 olmalıymış. Baxaq E variantına. 3, 5 və 7 10,5 nöqtələrinin hansı bu qrafik üzərində deyil? İlk öncə 3, 5'ə baxaq. Y bərabər 2'də 3'ü vururuq 3'ə. O da bərabərdir 2'də 9. 4 onda 5 edər. 4 onda 5 5'dən fərqli olduğuna görə, yəni 5 alınmadığına görə bu nöqtə verilmiş qrafik üzərində deyil. Yəni qrafikə aid deyil. İndi baxaq. 7 10,5 nöqtəsinə Y bərabərdir 2'də 3 vuraq 7 bərabərdir 21 bölünsün 2. O da bərabərdir 10,5. Bu nöqtə isə qrafikə aiddir. Çünki verilən şərti ödəyir. Baxaq 17 nömrəli məsələyə. Şəkildəki hər düzbucaqlının sahəsi 18 vahid kvadratdır. Yəni ki, düzbucaqların hər birinin sahəsi 18'dir. A variantda şəklə görə tərəflərin uzunluqlarının dəyişməsini araşdırın və cədvəli tamamlayın. Bunun üçün cədvəl çəkək. Düzbucaqlının tərəfləri. Burada eni. Burada isə uzunluğu olsun. Qırmızı, yaşıl, göy və mavi. İndi baxırıq, deməli, düzbucaqlılar verilən şəklə. Qırmızı düzbucaqlının sahəsi 18 olduğuna görə görürük ki, eni 2 dama, uzunluğu isə 9 damadır. Və buna görə eni 2, uzunluğu 9'dur. Doğrudan da 2'ni 9'a vuranda 18 edər. Yaşılda isə eni 3, uzunluğu 6'dır. Göy düzbucaqlıda deməli, göy düzbucaqlıda eni 6, uzunluğu 3'dür. Mavidə isə eni 9, uzunluğu 2'dir. Cədvəli bu şəkildə tamamladıq. Yəni biz enə üfüqi formada, uzunluğa da şaquli formada baxdıq. Ona görə cədvəli bu şəkildə yazdıq. B variantına baxaq. Düzbucaqlının eni B, uzunluğu A olarsa, onlar arasındakı asılığı ifadə edən düstur yazın. Biz bilirik ki, sahə 18'dir. Düzbucaqlının sahəsi də B vuraq A-dır. Və buradan da B vur A 18'ə bərabər olduğuna görə B bərabər olar 18 bölünsün A. Yəni biz düzbucaqlının eni və uzunluğu arasındakı asılığı bu şəkildə asılıqla, yəni tərs mütənasib asılıqla ifadə edə bildik. Bugünkü dərsimiz bura qədər uşaqlar. Dərsimizə baxıb bəyənməyi unutmayın. Kanalımıza abunə olun ki, növbəti dərslər də sizə çatsın və siz dərslərimizə baxıb yararlana biləsiniz. Hələlik sağ olun. Növbəti dərslərimizə qədər.